Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub. Görüntülərdə müştəri mənzil başına çatdıqdan sonra taksi sürücüsünün ödənişini etmədən qaçır. Sürücü də qarşılaşdığı bu vəziyyəti telefonun kamerasıyla qeydə alaraq ictimailəşdirir. Bildirilir ki, adətən taksi sürücülərinin davranışı cəmiyyətdə qına qədərinə çevrilir. Lakin bu dəfə vəziyyət fərqlidir. Zərər çəkən taksi sürücüsüdür. Bəs sərnişinin bu hərəkəti hansı məsuliyyəti yaradır? Belə hallarda sürücünün hüquqları necə qorunur? Hüquqşünas Mir Cavid Miriyevin sözlərinə görə vətəndaş taksi mobil tətbiqi vasitəsilə sifariş verdiyi andan tərəflər arasında artıq əqd bağlanmış hesab olunur və hüquqi münasibət yaranır. Əgər sərnişin xidmət haqqını ödəməkdən imtina edərək hadisə yerindən qaçırsa, bu hüquqi məsuliyyət yaradır. Belə hallar inzibati xəta kimi qiymətləndirilə bilər. Ödənişdən yayınmaqla sürücüyə maddi zərər vurulmuş sayılır və bu əmələ görə şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülə bilər. Qanuna əsasən belə hallarda 160 saatdan 240 saata qədər ictimai iş cəzası tətbiq oluna bilər deyə hüquqşünas bildirib.